Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir gözəl naxışın toxunmasını istəyirəm göstərim. Bunu da jilet, jaket, papaq, uşaq ədyalına, nəyə istəsəz toxuya bilərsiniz. Rezinka hissəsini mən bu formada toxumuşam. Kim necə istəyir, elə də toxuya bilər. Sapımdakı 100 qramlıq 220 metrəlik sapdır. İndi mən sizə buradan 2 naxışı göstərəcəm. Bura qədər. Belə. Burada 2, 4, 6, 8, 10, 12, 14, 16, 18 ilmək yığacam milimə. Naxışı toxumaq üçün. İndi belə bir sapı götürürəm. 18 ilmək yığacam milimin üstünə. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 ilmək bəs eləyir bu naxışı toxumağa. İndi mən buradan rezinka toxuyan deyiləm. 2 sıra tərs toxuyacağım. Bura düz üzüdür. Birinci ilməni birinci sıra olduğuna görə toxuyuram. Buradan qalan ilməkləri də hamısını tərs toxuyuram. İndi tərs üzündən də bir sıra tərs toxuyuram. Tərs üzündən axıra qədər hamısı tərs toxunur. Naxışı düz üzündən toxuyuruq. Qalan arxa tərəfdən tərs üzdən bütün sıralarda tərs toxunur. Axırıncını da tərs toxudum. İndi düz üzüdür. Düz üzündən 2 tərs toxuyuram. Kənar ilməklə bir yerdə toxudum. Bir düz, yenə 2 tərs. Burada yenə 3 düz. 1, 2, 3 düz. Yenə 2 tərs. Bir düz, 2 tərs. 3 düz. 1, 2, 3 düz. Yenə kənarda 2 tərs. Arxa tərəfdən hamısı tərs.
Axırıncını da tərs. İndi buradan kənarı götürdüm. Tərs. Bir düz, yenə 2 tərs. Birinci sırada necə toxumuşduqsa elə. Bu 3 ilmədə bu ortadakı ilmənin 1, 2, 3. Üçüncü ilmənin altından bir ilmek çıxardırım. Sonra bunu qalan 3 ilməyi düz toxuyuram. 2, 3. Yenə buradan axırıncı həmin yerdən bir ilmək yenə çıxardım. Yenə 2 tərs. Bir düz, yenə 2 tərs. Burada yenə 3 dənə düzdür. 1, 2, 3. Üçüncü ilmənin altından bir ilmek çıxardım. Sonra bu 3 ilməyi üçünü də düz toxuyuram. 2, 3. Sonra həmin yerdən bir dəfə də yenə bir ilmək çıxardıram. Kənardakiləri də tərs toxuyuram ikisində. Tərs üzdən bütün ilməkləri yenə tərs toxuyuram. Bu 3 ilməyin birinci bu artırdığımı bunu toxumuram. Qalan ilməyi 3 ilməyi tərs toxuyuram. 2, bu 3 ilməyi tərs toxudum. Birində bu tərəfə götürmüşdüm. Onu da toxumuram. Yenə qalan ilməkləri tərs toxuyuram. Təkcə artırdıqlarımı götürürəm. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi burada da yenə bu 3 ilməkdir. Bu artırdığımı götürürəm. 3 ilməyi tərs toxuyuram. 2, 3 ilməyi. Bu götürdüyüm ilməyi toxumadan götürdüm. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi bura düz üzüdür. Düz üzdən yenə kənardakı 2 tərsi toxuyuram. Bir düz, yenə 2 tərs. Bu artırdığım ilmək vardı. Bunu üzün çevirirəm bu tərəfə. Bu ilməklə bir yerdə götürürəm. Ortadakı ilməyi toxuyuram. Buradakı ilməyi bu tərəfdən götürürəm. İkisinin içindən bir ilmək çıxardıram. Yenə 2 tərs. Bir düz. Yenə 2 tərs. Burada da yenə bu ilməyi üzün çevirirəm belə bu tərəfə. Bu yandakı ilməklə bir yerdə ikisini çıxardıram. Ortadakini toxudum. İndi bu ilməkləri ikisini bir yerdə bu tərəfdən toxuyuram. Yandakı 2 ilməyi də tərs toxudum. Arxa tərəfdən yenə hamısını tərs toxuyuram.
formada. İndi yenə birinci sırada necə toxumuşduqsa, bu üzdən bir sıra düz toxuyuruq, arxa üzdən bir sıra tərs. Sonra bu naxışı yenə davam edirik. Formada bir naxış alınır. Belə. Sağ olun, gələn videomda görüşənə qədər.